gözəl bir hissə var ki, bir gənc xoşbəxtlik axtarır. Və xoşbəxtlik axtarışında gedir bir qocanın yanına çıxır, deyir, mən necə xoşbəxt ola bilərəm? Və o da ona bir zeytun yağının, qaşının üstünə zeytun yağı tökür ki, sən bunu ağzında saxla, get həyəti gəz və gəl 2 saatdan sonra mən sənə deyəcəm xoşbəxtlik necə olur. Və oğlan onun dediyini eləyir, gedir, gəlir, deyir, zeytun yağı deyir burada, deyir, həyətdəki ağacları gördünmü, deyir, yox, gülləri gördünmü, deyir, yox, xalçaları gördünmü, deyir, yox. Deyir, get yenidən, amma zeytun da tökmə. Gedir yenə də o güllərə, balıqlara, həyətə baxır, gəlir, amma bu səfər də zeytun yağını görürlər, tökür. Xoşbəxtlik bir baxma da budur. Çünki xoşbəxtlik sözünün İngiliscə mənası nədir? Happy. Amma happy sözü bir isimdir. Bunun feili var, happen, feil. İsimlə xoşbəxt olmaq olmur. Feillə xoşbəxt. Nə isə eləməlisiniz, ondan sonra xoşbəxt ola bilərsiniz. Sadəcə qıraqdan xoşbəxtlik sizi çox da